11-ci sualdan davam edək. Müəyyən həcm propanın kütləsi 8,8 qramdır. Həmin həcm karbon monoksidin kütləsi neçə qramdır? Demək, 8,8 qramdırsa, bunun həcmini tapaq, yəni molunu tapaq, belə deyək. 8,8 verilib bizə kütlə və demək, propan deyirsə 44 yazacağıq. Emin yerinə 44 yazacağıq. Bu da eləyir 0,2 mol. Və deyir ki, karbon monoksidin kütləsini tap. 0,2 molu vuracaq 28-ə. Bu da eləyəcək 5,6. Cavab olacaq B variantı. 11-ci suala baxaq. 11-ci sual. 18 qram X2O maddəsində. 18 qram X2O maddəsində. Bütün atomların sayı altdan %2 23'dür. Atom. Qramın altından emir yazırıq. 2x plus 16. Atomun da altından burada 2 dənə x var, bir dənə də oksigen var. 3 vur. Altdan %2, 23. Bunlar buradan ixtisar gedəcək. 3'ü vururuq 18'ə eləyir. 54 bərabərdir. 2x plus 16. 2x bərabərdir. 54'dən 16 çıxanda 38. X də bərabərdir 19. Cavab eləyəcək 19 D variantı. 13-cü suala baxaq. 1 tam mində 505 vur 10 üstü 23. Sayda dəm qazı molekulu neçə qramdır? Deməli, bir tam mində 505 vur 10 üstü 23 sayda dəm qazı molekulu neçə qramdır? Molekul neçə qramdır? Molekulun altına yazırıq 6,2 vur 10 üstü 23. Qramın da altından dəm qazı dediyinə görə karbon monoksiddir. Yəni 28. Buradan da x-i həll eləyirik. Eləyəcək 7 burada cavabı. Yadımda saxlamışdım, bilirəm, amma hesabı sizin öz riyazi qabiliyyətinizə qalır. Amma belə rəqəmlər görəndə 1,5 vur 10 üstü 23 filan, bunu bilmiş olasınız ki, uşaqlar. Baxın, 6 tam %2 vur 10 üstü 23, bu 1 moldu. Bütöv olandı, 1 moldu. Bunun yarısı 0,5. Bunun da yarısı olacaq. 3 tam %2, 3 tam %1 vur 10 üstü 23. Ve bunun da yarısı 0,25. Yəni 4'te 1 molu. Bunun yarısı olacaq. 1 tam 505 vur 10 üstü 23. Buna göre 1 tam 505 vur 10 üstü 23 görəndə bilin ki, bu 4'te 1 demek. 0 tam %25 demek. Eğer 2 tam onda 5 olsa, onda 1 tam 505 vur 10 üstü 24 olacaq tabii ki. Sade riyazi hesaplamalardı bunlar. Sonra keçdik 14-cü suala. Burada deyir ki 9 tam %3 vur 10 üstü 23 sayda oksigen molekulu neçə qramdır? Molekulun altına yazacağıq 6 tam %2 vur 10 üstü 23. Qramın da altından oksigen molekulu dediyinə görə O2'ni hesaplayacağıq. Yəni 32. Və burada ixtisar gedəndə burada qalacaq 1,5, onda 32 vuranda 48 olacaq. Cavab olur Y variantı. 15'e baxaq. 1,5 mol H-klorda cəmi neçə atom var? Bunu necə eləyirik sadə yolla? Baxın, 1 atom burada, 1 atom burada, 2 atom. Düzdürmü? 2'ni vururam 1,5'e eləyir 3. 3 vur 6 %2 vur 10 üstü 23. Bu da eləyəcək 18 tam %6 vur 10 üstü 23. Eğer burada virgülü bir adım bu tərəfə atsaq, onda 24 olacaq, amma belə bir cavab var. 18 tamla cavab var, ona görə olacaq C variantı. 16'ya baxaq. 4 tam %48 litr. CH4 neçə qramdır? Litrin altına yazacağıq təbii ki 22, onda 4 qramın altından emir 16. X'i buradan tapırıq. X bərabərdir.
Bunlar ixtisar edildi. 0,2 burada olur. 16'ya vuranda 3 onda 2 ve olur D variantı. 17. suala baxaq. 112 litr neçə qramdır? Litrin altından 22,4, qramın da altından təbii ki ml yazacağıq 44. X da buradan tapırıq. Deməli, hesablayaq. Burada bir sıfır atsaq bura, 10'a vursaq. 224 10'a vuranda, 44 10'a vuranda hesaplama yaparsaq, eləyəcək 220. Bu sizin özünüzün riyazi hesablamanızdır. Necə istəsəniz elə eləyə bilərsiniz. 18. suala baxaq uşaqlar. Baxın 1,505 10 üstü 23 görsəydik, bayaq dediyim kimi, bu olardı 4'də 1. Düzdürmü? Yəni 0,25. 10 üstü 23 olsaydı. Bu ondan 100 dəfə çoxdur. Deməli 25 moldur. Yəni 1,505 vur 10 üstü 23. Bu 0,25 moldursa ondan 100 dəfə artıq olacaq 25 mol. Cavab olacaq 25. Sadə riyazi hesablamalardır bunlar. 19. 5,6 qram. Neçə moldur? X mol. Molun da altından 1 yazırıq. Qramın altından ise ml yazırıq 56. Buradan da x bərabərdir. 5,6'nı 56'ya bölünür. 0,1 edilir. 20. suala baxaq. Madde miqdarları A. O deməkdir ki, madde miqdarları bərabər. Madde miqdarları əgər bərabərdirsə, baxın, qayda belədir. Madde miqdarları əgər bərabərdirsə, onda həcmləri də bərabərdir. Molekul sayıları da bir-birinə bərabər. Ona görə V1 bərabərdir V2, o da bərabərdir V3. 21. suala baxaq. 54 qram suda neçə molekul var? 54 qram suda neçə molekul var? Suyun kütləsinin altından 18 yazırıq. Molekulun altından da tabii ki altdan üstü 2 vur 10 üstü 23. Belə. Bunu həll edirik. Həmçinin 22'də 13,8 qram kalium 2CO3'da kalium atomunun sayını tapırıq. Kalium atomunun sayını tapırıq. Kalium dediyinə görə 2 vur. Altdan %2 10 üstü 23 yazacağıq. Qramın da altından tabii ki ml yazırıq. Bunu da hesaplaması asandır. Burada 10 qalır. 2'nin altdan %2 10 üstü 23'e vuranda 12,4 vur 10 üstü 23 ölür. Olur, onu da 10'a böləndə 1,204 vur 10 üstü 23. Keçək 23. testə. Normal şəraitdə eyni sayda molekullar. Uşaqlar, molekulların sayı eynidirsə, onda molların da sayı eynidir. Və həcmlərin də sayı eynidir. Həcmləri də eynidir. Amma atomlar fərqli ola bilər və kütlə fərqli ola bilər. Mol sayı eynidir. Bizdə fərqli olanı soruşur. Niyə fərqlidir atom sayı və kütlə? Baxırıq ki, eyni sayda molekullar varsa bunların molları da eynidir. Bu da 1 moldur. Tutaq ki, bu da 1 moldur. Baxırıq ki, burada atom sayı 2 üstə gəl 4, 6 dənə. Burada isə 3 üstə gəl 8, 11 dənə. Kütlə fərqli oldu. Daha doğrusu atom sayı fərqli oldu. İndi kütləyə baxaq. Bu olacaq 2x plus 4y. Amma bu olacaq 3x plus 8y. Təbii ki, bu da fərqli olacaq. Ona görə 2 və 3'ü götürəcəyik. Və həmçinin 24-cüdə də deyir ki, molekullar sayı eynidir. Nələr fərqlidir? Biz bildik ki, molekulların sayı eyni olanda molların da sayı eyni olur. Molların da sayı eyni olur və həcmlər də eyni olur. Yəni həcm eynidir, mol sayı eynidir. Bunlar heç. Nələr fərqlidir deyir axı biz. Ona görə kütləni götürəcəyik. Belə. 25-ci sualdır. Mol sayı bərabər olan karbon və kükürddən ibarət qarışığın kütləsi 8,8'dir. Mol sayı bərabər o demək ki, bu da x moldur, bu da x moldur. Belə deyək ki, məsələn, karbonun 1 molu 12 qramdır. Bəs 2 molu nə qədər? 24 qram. 3 molu 36 qram. Yəni, moluna vururuq da ayrını. İndi x-dir deyə 12x olacaq. Bu isə 32x olacaq. Bunların cəmi edir 8,8 qramdır.
Buradan olacaq 44x bərabərdir 8/8-ə, x bərabərdir 0,2-yə və bizdən karbonu soruşduğuna görə 0,2-ni vururuq 12-yə eləyəcək 2/4. 26-cı suala baxaq. 324 qram sinkoksit neçə moldur? Çox sadə sualdır. Nö bərabərdir balaca m böl böyük m. Buradan da 324-ü bölürük 81-ə. Vəssalam, bu qədər sadə. 27-də isə deməli 0,2 mol kristal hidratda neçə mol atom var? Baxın, bu kristal hidratdır, yəni kristallaşma suyu var burada. Baxırıq ki, 2 dənə natrum, 1 dənə kükürt, 4 dənə də oksigen elədi 7. H2O da 3 dənə ona vuranda elədi 30. Bu elədi 37. 0,2 mol deyirsə 37-ni vururuq 0,2-yə, o da eləyəcək 7,4. Həmçinin 28-də magnezium SO4 6 dənə burada. Burada isə 3 vur 7 21 dənə cəmləyəndə eləyir 27. Və onu da 0,2-yə vuranda eləyir 5,6. Belə 29-a baxaq indi. 29 da çox sadə sualdır. Bunu necə tapırıq? Burada kütləni verib, molu soruşur. Biz də bilirik ki, kütləni malyar kütləyə bölürük. Malyar kütləyə bölürük. C2H6. Və tapırıq molu. Və 56-nı burada böləcək 28-ə, eləyəcək 2. 3 və 2 cavabı. 30-da da həmçinin burada həcmləri verilib. Nö bərabərdir V böl Vm, yəni 33,6-na bölürük 22,4-ə eləyəcək 1,5. Həmçinin burada 44,8-i 22,4-ə bölsək. Bu 1,5 elədir. 44,8 22,4-ə bölsə eləyəcək 2. 1,5 və 2 cavablarını seçəcəyik. Belə. 31-ci suala baxaq. 31-ci sualda deyir ki, hidrogenin kütləsi AAA. O deməkdir ki, nədir hidrogenin kütləsi? Bərabərdir. 4, 2, 6. Necə eləyək bərabərləşdirək? 4, 2, 6. Bunu 2-yə vursaq 12 eləyir hidrogen. Bunu 6-ya vursaq 12 eləyir. Bunu 3-ə vursaq 12 eləyir. Hidrogenlər bərabər oldu. İndi keçək baxaq mol miqdarlarını. 3, 6, 2. 3, 6 və 2. Yəni N2 böyükdür N1-dən. O da böyükdür N3-dən. Baxın bu variant. 32-də həmçinin eyni sualdır. Yenə də eyni yolla həll edəcəyik. Və sonra keçdik 33-ə. 33 də 29 kimidir eynən, 34 də eynən onun kimidir. Keçək 35-ə. Baxın, 35-də veribdir birləşmələri, maddələri, onların ərimə və qaynama temperaturlarını veribdir. Və hansı maddənin 1 molun normal şəraitdə? Bildiyimiz kimi normal şərait 0 dərəcə Selsidir və 1 atmosfer təzədir. 22,4 litr həcm tutur. Bu demək ki, 22,4 bilirik ki, qazlara aiddir. Belə çıxır ki, 0 dərəcədə qaz olsun. İndi baxaq. 0 dərəcə mənfi 20-dən sonradır da. Burada 0 dərəcə 18-dən əvvəldir. Burada 0 dərəcə buradadır. Qaz halında olması üçün maddə qaynamalıdır. Qaynayandan sonra qaz halında olur maddə. Ona görə Z maddəsi olacaq. Sonra 36-cı suala baxaq. 36-cı sual biraz əvvəli nağıldır. Oxuyaq. İnşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərəliliyini yoxlamaq məqsədilə zalın havasının kimyəvi tərkibini araşdırır. Yoxlayır ki, zalın içərisindəki hava həcmcə 78% azot, 21% oksigen və 1% karbon qazından ibarətdir. Aha, gəldik suala. Zalın həcmi 400 kub metr. Zalın həcmi hamısı olur 100%. Havada olan oksigenin həcminə. Hamısı 100%-də, yəni 400 100%-dir. Bəs oksigeni istəyirsə 21% nə qədərdir? Beləcə onu hesablayırıq. Bu da eləyəcək təbii ki 21 vur 4 84 eləyəcək. 37-yə baxaq. Bu da sadə sualdır. 37 sadəcə əvvəli nağıldır.
Kimya mühəndisi müxtəlif qazlarla doldurulmuş hava şarlarının yerdən qalxma qabiliyyətini və sıxlığını müqayisə etmək üçün bir şara helium, digər şara karbon qazı. Baxın, helium və karbon qazı. Bunun ayrı 4'tür, molar kütləsi 4'tür, bunun molar kütləsi 44'tür. Helium və karbon qazı ilə doldurulmuş şarların sıxlıqları arasında doğru münasibət. Sıxlıq budur. Rho bərabərdir M böl VM. Yəni Mr böl 22/4 və yaxud da M böl 22/4. Baxırıq ki, sıxlıq M-dən düz asılıdır. Yəni nəyin M-i çoxdursa, onun sıxlığı da çox olacaq. Ona görə B variantı. 38'e baxaq. Kimyaçı müxtəlif qazlarla doldurulmuş şarlardan istifadə etməkdə havada müxtəlif qazların paylanmasına aid təcrübə aparır. O şarlardan birini helium qazı ilə, baxın, şarlardan birini, bu şardır, bu helium qazı ilə doldurub. Digər şarı azot qazı ilə doldurub. Başqa birinin oksigen qazı ilə doldurub. Oksigen qazı ilə doldurub. Bununki 4'tür, bununki 28'dir, bununki isə 32'dir. İndi baxaq, hansı X-də, hansı Y-də, hansı Z-də? Deyir ki, X qazı ilə dolu olan şar yuxarı qalxmır. Yuxarı qalxmır X. Nə yuxarı qalxar, nə qalxmır. Baxın, hava, M hava bərabərdir 29. Qayda belədir ki, 29'dan yuxarı olanlar havaya qalxmırlar. X da havaya qalxmırsa, demək bu 32'dir da, bu X. Y qazı ilə dolu olan şar sürətlə yuxarı qalxır. En balaca. Deməli, bu da oldu Z qazı. 39'a baxaq. 39'da isə bir-bir tənasüblər həll olunmalıdır. Qurulub həll olunmalıdır. Bunu necə eləyəcəyik? Hər birini bir-bir həll eləyəcəyik. Hər birini. Əvvəl molekul sayını tapacağıq buna uyğun. Sonra isə kütləsini tapacağıq buna uyğun. Yəni 4/48 bu nə deməkdir? Bu 22/4'ün 0,2 mislidir də. 4/48 düzdürmü? Onda biz 6/2 vur 10 üstü 23'ün də 0,2 mislini tapmalıyıq. Qayda budur. Yəni əgər litr 22/4'ün 0,2 mislidirsə, gördüğümüz kimi, onun 6/2 10 üstü 23'ün də 0,2 mislini tapmalıyıq. 0,2 misli də bu demək ki, 1/204 10 üstü 24'tür. Yox, 10 üstü 23. Düzdür, bu variant. Aha, kütləsini necə tapacağıq? Bildiyimiz kimi, yenə 0,2 misli olduğuna görə biz MR'in də 0,2 mislini tapmalıyıq. O da bu edir. Yəni, birinci sütuna uyğundur 2 və 4. Birinci sütuna uyğundur 2 və 4. İkinci sütuna tapaq. 8/96 uşaqlar. Bu 22/4'ün neçə mislidir? 0,4 mislidir. 22/4'ün. 0,4 misli 8/96. Düzdürmü? İndi biz molekulunda 0,4 mislini tapmalıyıq. Yəni 6/2 vur 10 üstü 23'ün 0,4 mislini tapmalıyıq. Bu da eləyəcək 24 tam. Baxıq görək, burada 24 tam, amma 1 deyil. Çünki 10 üstü, yox, 1'dir. 1 olacaq. Çünki 6/2 10 üstü 23'ü 0,4'e vuranda 2 tam 408 vur 10 üstü 23 olacaq. Belə. Və həmçinin o formada da üçüncünü deyil tapa biləcəyik. Yəni 2'ye uyğundur 1. Bu olduğuna görə, yəni cavab böyük ehtimal ki, belə olacaq. 40-cı suala da baxaq. Neçə mol atom var? Baxın, bayaqki sual kimi. Burada neçə atom var? 1, 1, 2, bu da 4, 6. Bu da 3 vur 5, 15. 6'ın üstüne 15 gəldi, eləyir 21. 21'i də vuracam 0,2'ye. Demək olacaq 4'ün 2. Və 41 biraz ondan fərqlidir.